Herkese salam uşaqlar. Bugün sizlərlə birlikdə qorxulu hekayələr oxuyacağım demişdim. Bugün həmin gündür. Qorxulu hekayələr oxuyacağım. Google-dan oxuyacağım. Həm ChatGPT-dən də falan da araşdırırım. Necə uşaqlar bu arada. Açılsın telefon. Açıldı. Şunu biraz ver. Evet arkadaşlar. İndi girək tez. Biraz telefon donur. Çünki köhnə ona görə. Mikrofonu yerləşdirdim. Səsini. Səsə yaxın. Səsini dəqiq ki daha rahat eşidilir arkadaşlar. Mikrofonu alacağım. Qorxulu hekayələr. Qorxulu hekayələr. Başlayıram uşaqlar. Axırım. Bir divanda oturub, bıçaqla meyvə soyub, yeyə-yeyə qorxulu kinoya baxırdım. Amma biraz keçəndən sonra ağır iş günün nəticəsində yuxuya getdim. Oyananda televizorun sönmüş olduğunu görüb pultla yandırmağa çalışdım. Amma faydası olmadı. Biraz əlləşəndən sonra başa düşdüm ki, problem çöldəki antenadandır. Balkona çıxıb antenanı düzəltmək istəyərkən çıxan şimşəyin qorxusundan işi səhərə saxlamağa qərar aldım. Divana qayıdıb meyvə qabını yığışdıranda bıçağın orada olmadığını gördüm və yerə zada düşmədiyini əmin oldum. Amma bir bıçaq axtarmaqla vaxt itirmək olmaz, yatmalıydım. Çünki səhər işə gecikəcəkdim. İncə ağlıma düşüb elə həmin o koridorun sonundakı otaqdan körpə uşaq səsi gəldi. Bu səs qarşısında özümü itirdim. İllər əvvəl evli uşaq olsam da arvadım və ya bir yaşlı körpəm maşın qəzasında ölmüşdülər. Uşağın əzilmiş başını görüntüsü nəfis oldum. Görüntüsü hələ də yolda yaddaşımdan çıxmayıb. Ürəyim sürətlə döyünərkən bunun susuzluqdan başıma gəldiyini özümə təkrarladım. Amma səs bu dəfə açıq aydın eşidilir. Cəsarətimi yığıb otağa girdim. Amma otaq boş idi. Və səsə qulaq asarkən dəqiqədəydim. Qapı qonşumuzdakı hamilə arvad yadıma düşdü. Deməli, nəhayət bir körpələr olub. Elə dərindən nəfəs alıb otaqdan çıxırdım ki, gözüm güzgüyə sataşdı və körpənin ölümdən betər yadımdan çıxmayacaq bir şeyə şahid oldum. İkinci. Dünən gecə bu başlığı girib oxumadım. Anam demişdi ki, zirzəmiyə heç vaxt düşmə, amma mən maraqlıydı ki, həmişə bilmək istəyirdim. Görəsən orada o səsləri çıxardan nədir? Bu növ balaca it səsləri çıxarırdı. Mən iti görmək istərdim. Ona görə zirzəminin qapısını açdım və aşağı düşdüm. Orada it görmədim. Sonra anam gəldi. Məni tutub çölə çıxartdı və mənə bağırdı. Əvvəllər heç vaxt mənə bağırmamışdı. Ona görə də kədərləndim və ağladım. Sonra anam dedi ki, heç vaxt zirzəmiyə düşmə və mən şirniyyat verdi və mən heç vaxt ondan soruşmadım. Niyə zirzəmidəki oğlan it səsləri çıxardırdı və ya niyə onun əlləri və ayaqları yox idi. Oy, daşaqlar. Əlləri ayaqları yox idi. Bu yəqin ya cin ya da ruh kimi bir şeydir. Məncə yəni elədir. Elşən 7 yaşında buruqsaç bir uşaq idi. Gecə vaxtı yuxusunda kimsə onu qovalayır. Elşən yuxudan tər içində ayılır. Qaranlıq dolu otaqda tək işıq pəncərədən girən ay şüalarıdır. Elşən yenidən başını yastığa qoyur, amma yata bilmir. Birdən eşitdiyi səsin nə olduğunu anlamağa çalışır. Düt, 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 düt.
Harda qalmışdıq. Qovalayırdı. Qaranlıq dolu otaqda. Aha, düt Elşən səsinin mətbəxdən gəldiyini anlayır və balaca şəfşəfini ayağına geyinib, balaca şir ayısını da götürüb, qucaqlayaraq yarı qaranlıq dəhlizə mətbəxə. Uşaqlar. Bu arada hava bugün çox şeydir, küləkdir də. Aha, harda qalmışdıq? Düt balaca şəfşəfin ayağına geyinib, balaca ayısını da qucaqlayaraq yarı qaranlıq dəhlizə mətbəxə doğru qorxa-qorxa addımlar. İlerlərkən ana-ata deyərək səslənir, amma qorxduğu səsi incə çıxır. Mətbəxə çatdıqda soyuducunun qapısının açıq olduğunu görür və rahatlayır. Qapını bağlayarkən arxasında bir sifət peyda olur. Elşənə dönüb sifət gördükdə var gücü ilə qışqırır. Ardınca ürəyi gedir. Səsindən gələn ana-atası mətbəxin işığını yandıraraq uşaqlarını ayırtmaq üçün onun süni tənəffüs edirlər. Elşənin gördüyü sifət kameraya doğru bunları deyir. Azərbaycanın əhalisi 90% çınar soyuduculardan istifadə edir. Gülməli, çox gülməli. Başqasına gidiyor uşaqlar. Ən qısa, ən dəhşətli qorxu hekayələrinə girdim. Övladımı yatağına uzadaram. O isə mənə deyir, ata, çarpayının altına bax, orada qorxulu heç nə yoxdur ki. Əyilib çarpayının altına baxıram. Orada dəhşətli, qorxulu dolu gözlər mənə baxan və bu sözləri deyən oğlumu görürəm. Ata, mənim çarpayımda başqa biri var. Həkimlər xəstəyə amputasiya sonra xəyali. Neysə uşaqlar, bunu boş ver. Qorxu, nə qorxulu, nə də bir şey. Nə bilim nə. Qısa qorxulu hekayələr. Qızım oyuncaqlarla oynayırdı. İşin qəribə yanı isə o az öncə məktəbdən göndərmişdim. Yolda gedirdim. Ən yaxın dostumu gördüm və onunla qucaqlaşmaq istədim. Bir saniyə o ölmüşdü axı. Anam mətbəxdə idi. Gedib onunla yemək istədim. Hey, az öncə anam isə işə gedərkən gördüm. Yaxşı, bəs hanı? Həqiqi anamdır. Əli ilə nərd oynayırdı. Tam yatacaqkən anasından xəbər gəldi. Əridinə saat 10:30-da ölmüş. Kamera hər an işə bilər, ona görə 10:30-da ölübmüş. Bəs ondan mən də kimlə nərd oynadım. O uşağı cinlə stopda qaranlıq. O dedi, niyə bu qədər sürətli nəfəs alırsan dedi. Sürətli nəfəs alan mən deyildim. Qızım mənim, hər gecə ağlayaraq, qışqıraraq oyadırdı. Məzarına gedib susmasını istədim, amma işə yaramadı. Gecə yatarkən pəncərəni vurdu. Oyandım, tam pəncərədən çölə baxarkən eyni səsi yenə eşitdim. Sonra səsinin otaqda güzgüdən gəldiyini anladım. Çox yorğun işdən evə gəldim. İşıqları yandırarkən birinin əlinə toxunur, evdə heç kim yox idi. Sabah oyananda telefonumda yatarkən çəkilmiş bir fotomu gördüm. Mən evdə yalnız yaşayıram. Evdə tək olanda asqırdım. Zəng elədi, bir mənə sağlam ol dedi. Sevgilinlə oturarsan, tam o sırada azan oxunur, sevgilin birdən yox olur. Oh my god. Gecə evimə gəldim, alışqanlıq olaraq qapının zəngini çaldım. Sonra açarımı olduğunu xatırlayaraq açarı axtarmağa başladım. Tam o sırada anam əlimdən bıçaqla qapını açdı, amma anam dünən gecə başından bıçaqlanaraq öldürülmüşdü. Arxana baxmaq sizə bir sualım var. Evdə oturarkən birdən işıqlar getsə, qapı yavaşca açılmağa başlasa, birdən yanına bir kağız və ya kağızdan arxana baxmaq yazılı olsa nə edərdin? Uşaqlar, çox pis qorxardım bu arada mən. Buradan da belə çıxdı.
Gecəmini. Uşaqlar birini də oxuyum da azı bir. Yani günorta için videomuz biraz kısa olabilir. Evet. Video 13-13 dəqiqə. Oxuyuram uşaqlar qulaq asın. Ölüm gecəsi qorxulu hekayə. Həftə sonu vaxt keçirmək üçün dostlarımızdan birini kəndə getdik. Oturduqları evdə olduqca köhnə idi və qəbristanlıqda baxırdı. Təxminən aralarında 15-10 metrə vaxt 5-10 metrə vardı. Gecə istidən yata bilmədik və bir əyləncə axtarışındaydıq. Evlərindən qalxdığımız dostumuz gəlin öldürən onların, gəlin öldürək onları. Onların ruhlarını danışaq. Evin mühit ilə uyğun şüşədən baxın qızlar dedi. Mesela qəbristanlıqda olduğunu bilmirdik. Şüşədən baxdığımızda ilk gözümüzə çarpan iri gözlü bayquş oldu. Tam evin yanındakı ağacın evə baxan qismində oturur. Tərif edə bilməyəcəyimiz şəkildə ulayırdı. Qorxduq. Hələ də görmədinizmi dedi. Nəyi dedik bayquş qəbristanlıqda görə bilmədiniz hələ də dedi. Qəbir daşları kiçik olduğundan görünməzsiniz. Mümkün deyil, amma məzarın bir pəncərədən açıq aydın görsənərdi. Qəbir daşından bilinirdi ki, bir neçə il keçib dəfninin üstündən itirilmiş ola bilər. Dəfnin üstündən bir neçə il keçib dəfnin üstündən. Diqqətlə qəbristanlıq tərəfə baxırdıq. Ağacın üstündəki bayquş uçaraq həmin daşın üzərinə qonaraq yenidən ulanmağa başladı. Daha sonra isə yuxarı qalxaraq qaranlıqda yoxa çıxdı. Qəbristanlıqdan qorxmasaq da fikrimiz bayquşun yanında qaldı. Pəncərədən bayıra baxmaq davam edirik. Arxamızdan gələn bir tıqqıltı hamımızın diksindi. Bayquşun evin bacasında içəri girmişdi. Hər cür otaqdan çıxara bilmədik. Şkafın üzərinə oturmuşdu, qorxunc bir şəkildə ulamaya başladı. O zamanlarda eşitdiyim görə bayquş evə girərək ulaması heç yaxşı şey deyildi. Kimsənin bu gecə ölməsini bildirirdi. Bəlkə batil inanclardan biri idi deyə fikir verdim. Qorxu ilə qızın babasını oyandırdıq. Baba otağa gəlib heyvanı hər cümə gecəsi bunu edər. Kəndin bir dəlisi bayquşa baxardı. Onundur bu heyvan. Özü də tam cümə günü ölmüşdü. Rəhmətlik deyincə bir-birimizə baxışdıq. Yaxşıca qorxmuşduq. Bir gecə uzun sürəcək deyəsən. Bayquş çölə atdıqdan sonra pəncərənə yaxınlaşaraq baxın, bu onun qəbridir dedi. Ən yaxındakı bayquş gördüyümüz qəbir göstərdi. Pəncərəni bağladıq, yerimizə keçdik. Gecə hava küləkli idi. Hamımız yataqda bitirdim. Yəni uşaqlar, siz nə demək istəyir burada? Yəni deyir ki, yəni qorxulu qəbristanlıqdan söhbət gedir. Qəbristanlıqdan söhbət gedir. Yəni bu sadəcə qəbristanlıqdan söhbət gedir burada. Nəysə uşaqlar, günorta videom, yəni günorta üçün videom bu qədər. Sizlərə sağ olun. Kanalıma abunə olub, like atıb, yorum yazmağı unutmuşsunuz. Sizləri çox istəyirəm. Yaxşı ki varsınız. Uşaqlar görüşənədək. Bay bay. Görüşərik.